Kargo kuryer müştəri rubrikasında boş mənasız suallar part 4. Niyə kuryer məni 20 dəqiqə gözləmədi? Kuryer müştəridən konum alır və yaxud ünvanı tanıyır, birbaşa yaxınlaşır ünvana. Zəng eləyir, müştəri cavab vermir. 3 dəqiqə, 4 dəqiqə gözləyir, cavab vermir, oranı tərk edir. Yəni özümüzü aldatmayaq, kuryer sistemində iş keyfiyyət deyil, kəmiyyət odaqlıdır. Çünki kuryer say olaraq fokuslanır ki, mən bugün 55 gün 60 dənə çatdırım, daha çox qazanır. Yəni gözləməyin, Pabnosa paketi qoyacaqsa, təqdim edəcəksə, təzim edəcək. Bunu gözləməyin. Müştəri şikayət edir ki, bəs kuryer mənim bağlamamı çatdırmayıb. Araşdırırıq ki, niyə? Bəs zəng olunub cavab verməmisiniz. Müştəri deyir ki, kuryer niyə mən 20 dəqiqə gözləməyib ki, mən duşdayım. Duşda olmağı normal bir haldır. Kuryerin onu gözləməməsi də normal haldır. Bunun üçün home delivery qeyd olunan ünvana paketi qoyulub tərk olunması deməkdir. Biz cəmiyyəti buna öyrəşdirməliyik ki, kənarda gördüyün hər hansı bir əşyaya ölsən də, gəbərsən də, sənə aid deyilsə toxunmamalısan. Bu olduğu halda paketləri rahatcana qeyd olunan ünvanlara qoyub oradan uzaqlaşmaq olar. Bu zamanda heç bir konflikt yaşanmayacaq. Burada dayanırıq, amma düşünməliyik.